Axşamınız xeyir olsun dəyərli Kanal S izləyiciləri. Hər birinizi yeni həftədə xoş gördük. Bugün də Star Akademiyası verilişi yenidən maraqlı qonaqlarla ekranlarınızın qonağı olacaq. Buyurun, əyləşin. Növbəti qonağımızı dəvət etmək istəyirəm. Növbəti qonağımız çox istedadlı bir insandır, həqiqətən və saatsazdır. Yusif bəy. Alqışlayaq, alqışlarla, bəli, gəlin Yusif bəy. Xoş gəlmişsiniz. Buyurun. Mən də bütün bizə baxanlara salamlayıram. Dəvətiniz üçün təşəkkür edirəm. Təşəkkür edirəm. Buyurun, əyləşin Ellara xanım yanında. Yusif bəy, Təranə xanım saatsazdır. Saatlarla bağlı hər hansı bir probleminiz olarsa, Yusif bəyə müraciət edə bilərsiniz. Gözəl saatlar hazırlayır. Yox, deyirəm, yəni elə bir fikriniz olsa müraciət eləyərsiniz. Yaxşı. Yusif bəy, saatlarla barədə istəyərdim ki, saatlar haqqında danışasınız. Saat ustası olmaq üçün hansı bilik və bacarıqlar tələb olunur? Tamaşaçının sualıdır sizə. Saat ustası olmaq üçün ən əsas səbir lazım. Yəni səbirli olmaq lazım, bu işi işləmək lazım. Bir də ki, insanlar tanımalısa, yəni bilməlisə onları ki, yəni nə istəyir, müştəri nə istəyir, insan nə istəyir, onu bilmək lazım. Və saatın ən çox xarab olan hissəsi hansı hissədir? Ən çox xarab olan hissəsi saatın belədir, biz açar deyilik, bu hissə deyilir. Yəni o yerə düşəndə ən birinci o qırılır. Çünki nazik bir rezbəyə bağlanır ona görə. Aha, bir tamaşaçımız yazıb ki, salam axşamınız xeyir olsun. Yusif bəyə belə bir sualımız var. Orijinal və saxta saatı necə aid etmək olar? Orijinal saat, ən orijinal saat İsveçrə saatlarıdır. Yəni ona baxanda... Məsələn, qolunuzda olan saat orijinaldır yoxsa saxtadır? Yox, bu A-klassdır. Yəni orijinal deyil, A-klass saatdır. Orijinaldır? A-klass. A-klass, yəni orijinalı ikinci qol. Orijinal yaxındır, bəli, orijinal yaxın bir saatdır. İsrafil bəyin qolundakı? Onlar smart saatlardır, onlar belə orijinaldır, onlar öz dəbdədir bu dəqiqə. Yəni ən çox yayılan saatlardır, smart saatlar. Hədiyyə veriblər, sizin saatınızdan saatı baxım görüm. O da yaxşı saat, pis saat deyil. Yaxşı saatdır. Həmkarım alıb, saxtadsa deyil. Çox gözəl. Yusifi mən illərdir tanıyıram, üzrü sayılır. Bu deyirəm ki, sadəcə deyər qan düşər o hədiyyə verəndən deməsin. Qan salmağa Təranə xanım qolunda yoxdur saat, ha? Səndən çıxmayan iş, nə əcəb taxmamısan? Cavan mənim saatınız var? Bir balaca saat tapmışam. Tapmışam, onu giymişəm. Əslində saat gözəl bir şeydir, bütün vaxt Kitayda almışam. Dedim, o da bu saat hardan tapıb. Yeşiyi açmışam, baxız. Bax, görürsə, Kitaylar gördüyüm. Orijinal deyil onda. Uzaqdan görmürəm, valla bilmirəm. Yox, Cavan müəllim saxta saat taxmaz. Xoşbəxtlər saat Kitay da pis deyil ki, niyə Kitayın da yaxşı malları var da. Müştərilər ən çox hansı problemlərlə sizə müraciət edir, Yusif bəy? Bütün gündə bir dəfə baxır. Ən çox hansı problemlərlə müraciət edəndə ki, yəni görsə ən çox saatın şüşəsi sınır, məsəl üçün gəlirlər, nə bilim, baterikadır, elementi belə işlər üçün ən çox bunlar üçün gəlirlər. Təşəkkür edirəm Yusif bəy və İsrafil